Salam dostlar, necəsiz? Ümid edirəm bu video hər kəsə maraqlı olacaq, gözəl olacaq. Çıxmışıq da evdən. Görək sizə maraqlı haranı göstəririk. Daha doğrusu bilirik hara gedirik. Sadəcə sürpriz eləmək istəyirik. Ona görə hələ ki yolla davam edirik. Girişdə sizə göstərəcək hara gedirik. Əvvəlcə Sumqayıta gedirik. Balacanı götürək. Mərişkanı götürək, sonra götürək, ondan sonra gedirik sürpriz deyərək. Hələlik. Həmişə kimi Bakı Sumqayıt yolu yenə probkadır. Yenə gecikirik. Eyb yox. Geç çıxsa da ümid edirəm maraqlı kadrlar olacaq. Yolüstü Sumqayıta girəcəyik. Nə üçün? Qardaşımın qızına söz vermişəm. İdmanda mutluğuna görə, qalib gəldiyinə görə demişəm bu dəfəki vlogumuzda, gəzintimizdə onu da götürəcək. Ona görə yolumuz Sumqayıtdan keçəcək. Əla. Getdik. Salam aleyküm. Sumqayıta gedirsiniz? Mədinə hazırlaşana qədər ayaqüstü bir dənə makaron yedim. Ya acam, ya da çox dadlı pişiriblər. Hə, hindi isə Allah Məhəmməd ya elə. Gedirik. 14.56. saat Güzələ 3-dür demək yola. olar. Mən şu ortada otur biraz. Gəl səni də görək bir ortada. 33 dərəcə isti. Buna nə ad verilir olar? Keçən dəfədəki vlogda o qədər möhtəşəm söz dedim ki, özüm də öz sözümdən yorulmuşdum. O qədər möhtəşəm söz işitdim. Düzdür, əslində gözəl yerlər idi, ona görə sözlə ifadə eləmək olmurdu. Yəni hər dəfə deyirdim ki, möhtəşəm, möhtəşəm, möhtəşəm. İnşallah bu dəfə də həqiqətən dediyim kimi möhtəşəm olacaq bir şey var. Düzdür? Ümid edirik. Şamaxı gözəl. Düzdür, Bakına gedirik. Torpaq. Torpaq. Bayaqları biz demədik hara gedirik, amma axır ki dilimizdən qaçdı. Tanıyanlar bilir ki, hara. Şamaxıya. Şamaxıya gedirik. Qatoyal. Sualdan bizə. Bəli, buyurun. Şamilin marketindəyik. Çəkiliş bitdi. Diri babamızın ziyarət elədik. Çox gözəl Allah keçdi. hamını arzusuna çatdırsın, biz də onların içində. Amin. Ziyarətimizi Allah qəbul etsin. Çox gözəl həmsöhbət oldu. Çox maraqlı video alındı Mən əslində. inanıram ki, bu vlogumuz çox xoşunuza gələcək. Maarifləndirici bir Həm də vlogdur. ilk yerlər oldu ki, heç kim çəkmir belə ki buraları. Buraları Yəni- yəni ki ilklər oldu da, belə deyək. Bəli, içində çox İlklər oldu. ilklər oldu. Maraqlı oldu və fikirlərimiz həqiqətən bizə çox maraqlıdır. Gəldik Diri babaya, girişidir. Çəkiliş qrupası hazırsınız? Gəlin. Qəşəng belə mühafizə yeri var. Şlaqmanla biz buradan keçəcəyik. Bismillahirrahmanirrahim.
Mədinə bir dəfə gəlmisən bura. Gəlmişəm. Allah ziyarətimizi qəbul eləsin. Orada çay olub əvvəl görəsən, yoxsa necə? Deməli gəlirik, təhlükəsizlik Yəni qol çəkmək lazımdır ki, qol çəkmək lazımdır. Oldu, bu hər yerdə olur. Yəni, Sonra qoruyucu kaskalarımızı taxırıq. və yaxud Başımıza girişdə daş. yazılmışdı ki, Bəli. orada elan da ola bilər, məsələn, həqiqətdə ona görə. Mən hazır. Mədinə. Mən də hazır. Baxdım, maraqlı yerdir həqiqətən. Düzdür deyirlər, içəri, əsas bir içəridədir. Buralarda mağaralar olur. İndi o mağaralara gedir. Gedeyim mağaraya. Şöyle ehtiyatla. Devam edirik. Buradan o tərəfə artıq zincir vurublar ki, keçmək olmaz və çox təhlükəlidir. Amma mən xətəkarlıq eləmək istəyirəm. Qaydanı pozmaq istəyirəm, amma qorxdum. Risk eləmədim.
Diri Baba deyilən şəxs əslində adı Pir Məhəmməd olur. Bu abidə də Diri Babanın şərəfinə 1402-ci ildə tikilib. Pələkanlar çox hündürdür. Buz kimidir, buz. Diri Baba türbəsi 7 əsrlik tarixi abidədir. 7 əsrlik. 1402-ci ildə Şirvanşahlar dövlətinin hökmdarı Şeyx İbrahim Xəlilullahın əmri ilə tikilib. Türbə həm memarlıq üslubu baxımından unikaldır. Qafqazın unikal abidələrindən biridir. Eyni zamanda şərqdə azdır belə türbələr. Həm də mənəviyyat baxımından da bir dərgah olub, bura məktəb olub. Hətta Diri Baba türbəsinin üzbəyiz duranda sağ tərəfində bir mağara var. Biz ona mədrəsə mağara deyirik. Çünki orada həm dünyəvi elmləri, həm dini elmləri də, yəni öz təriqətlərinə aid olan fikirləri mənimsəyiblər, öyrəniblər və sonra şərqə, digər ölkələrə yol alıblar, təbliğ ediblər. Niyə görə Diri Baba türbəsi adlandırılır? Bunun səbəbi var. Çünki burada olan şeyx öldükdən sonra onun bədəni uzun müddət çürüməyib. Ondan dolayı yerli cəmaət elə zənn edib ki, bu diridir. Təbii ki, elə bir şey yoxdur. Yəni insan fanidir. Dünyasını dəyişdisə, yəni bu bədəni pək çəkir. Amma onun bədəninin çürümeməsindən dolayı insanlarda belə bir misal təsəvvür formalaşır. Evliyalıq məqamın əz adamlar küçümsəyir, küçümsəmək olmaz. Çünki onu küçümsəyən adamlar özləri heç o məqamın həndəvərinə gəlməyiblər. Amma təbii ki, qüdrətli olan Allahdır, heç kəsi bütləşdirmək olmaz. Ona görə də hörmətlə yanaşmaq lazım. İnsan evliyalara da, belə məqbərələrə də hörmətlə yanaşmaq lazımdır. Bu düşüncə məsələsidir. Yəni sən onu düşüncəndə necə qəbul edirsən, necə mənalandırırsan, bununla bağlı bir şeydir. Diri Baba türbəsi 2 mərtəbədən ibarətdir. Birinci mərtəbədə namazgah yerləşir. O vaxtda ilə zamanında da abidə tikiləndən sonra orada namaz qılınıb. İndi də gələn qonaqlar orada namaz qılırlar.
Bir də ki, oranın özünə məxsusluğu nədən ibarətdir? Abidiyə çöldən baxanda çöldəki günbəz görünür. Amma içəri girəndə başı qaldırırsan ki, səndə bir günbəzdir. Daxili günbəz. Bəli. Birinci mərtəbədə elə bir günbəz var. Gördünüz görməli. Başınızı qaldırmaq Parisdə, bəli. Bu da onun belə deyək də ibadət olunan bir yer olduğunu, namazgah olduğunu göstərmək üçün. Gör memar bunu necə gözətəşən şəkildə işləyib. Buranı tikən memarın adı da Ustad bin Hacıoğlu. O abidədə deməli 2-ci mərtəbədə günbəzin altında 5 yerdə adın həkk eləyib. Ustad bin Hacı. Abidənin özünə fikir verdinizsə, təbii mağaradır, həmin mağaranın qarşısında tikilib. Həmin o təbii mağara da Piri Baba deyilən şeyxin hücrəsi olub. Dinzivaya çəkilib, zikirlərin, duaların orada edib. Öldükdən sonra da bədən uzun müddət çürüməyib və orada qalıb. Daha sonra onu xəlvət dəfn ediblər. Elə bu xəlvət təriqəti ilə əlaqələndiririk. Elə şeyxin dəfni də xəlvəti olub. Bununla bağlı da belə yanaşma var ki, Şamax xanı Mustafa xan məlumat alır ki, qustlar gəlib o çürüməyən bədəni aparacaqlar. Ona görə də Şeyx Eyüp Baba ilə Şirvan evliyalarından Şeyx Eyüp Əfəndi ilə məsləhət edib onu gizlin dəfn etdiblər. Bəzi yanaşmaya görə bu qəbirstanlıqda, abidənin qarşısındakı qəbirstanlıqda, bəzi yanaşmaya görə isə Acdərə deyilən qəbirstanlıq var, Şamax yolunun üstündə, orada dəfn olub. İndi deyə bilərsiniz ki, Ruslar nə edirdi bu çürüməyən bədəni? Ruslar da qutsal müqəddəs yanaşırdılar. Ruslar elə bilirlərmiş, elə zənn edirlərmiş ki, bu çürüməyən bədən İshaq peyğəmbərin həvarilərindən Simeondur. İndi bu rəvayət kimi görünə bilər. Amma sənədlərdə var ki, Ruslar o vaxt Buxarada, Özbəkistandakı səfirlərinə məktub yazıblar ki, Şamaxı yaxınlığında Piri Baba türbəsinə, oranın ümumiyyətlə xristianlarla nə dərəcədə əlaqəsi var, onu araşdırsınlar. İndi niyə Özbəkistana yazıblar? Bu abidə tikilən ərəfələrdə həmin əsrdə axı Əmir Teymur da Şirvana hücum eləmişdi. Düşünüblər ki, ola bilər ki, hamısını götürüb aparıb Özbəkistana. Sənədləri, arxiv sənədləri burada tapa bilmirlər. Orada arxiv sənədlərindən araşdırma istəyiblər. Başqa yerdə işləyə bilərdiniz də. Bir qıraqdadır, gizli bir yerdədir də. Yəni biz gəldik, gördük ki, siz varsınız. Necə hər adam sevmir də, bayaq dediniz, hər adamın içindən gəlməz axı. Niyə burada mən qorumalıyam, niyə oturmalıyam? Sevginiz nədəndir? Bilirsiniz, birinci növbədə Allah dövlətimizi var eləsin ki, bu şəraiti yaradıb, ölkəmizdə inkişaf gedir. Və bura artıq bir dövlət obyektidir, turizm obyektidir və burada çalışan hər kəsə dövlət maaş verir. Dövlət maaş verdiyinə görə burada işləyən insanlarda, ümumiyyətlə tək burada yox, hər yerdə işləyən insan öz işinə məsuliyyətlə, sevgi ilə, vicdanla məşğuldur. Biz birinci növbədə dövlətimizin bizə tapşırdığı vəzifədən dolayı vicdanla öz işimizi görürük. Gələn bütün turistlərə, yerli qonaqlara sevgi ilə, sevə-sevə təqdim edirik bu abidəmizin tarixini də, ondan sonra mistik tərəfini də. İkinci bir tərəfdən isə mənim şairliyimdən dolayı və kökümdə də o, bu sufi təriqətinin daşıyıcıları mənim kökümdə də o. Bayaq dedim, mənim atamın ana babası Şeyx Məhəmməd, ata babası Sofi Nomruz, özü də Şirvan sufilərindən o. Və bu şairlik də belədir ki, bütün bizim klassik ədəbiyyat elə irfan da, ondan dolayıdır. Yəni hər iki tərəfdən o mənim ruhuma hüquq deyənə ən sevdiyim belə deyək yoldur sufi yol. Dediniz şairliyimdən. Bax, qəşəng bir şeir deyərdiniz. Əslində bu şeirimi bayraq haqqında bir şeirdir. Əzbər olduğuna görə, yadımda əzbər qaldığına görə o şeiri deyəcəm. Zəfər simvoludur şeirin adı. Bizim Allah bütün şəhidlərimizə rəhmət eləsin, hamıza yarasan sağlığı versin. Bizim zəfərimizdən sonra 2021-ci ildə yazmışam bu şeiri. Respublika müsabiqəsində birinci yerə layiq oldu.
Səni mənim yurdumda güldən gözəl bayrağım. Səni müqəddəs əldə, əldən gözəl bayrağım. Ey mənim dövlətimdən qoca olan bayrağım, sancıldığı zirvədən uca olan bayrağım. Dalğalan zirvələrdə, dalğalara örnək ol, namuslu gözəllərin qon başına örpək ol. Başım üstə apaqsan, torpaqsan gözüm üstə, sən şeirimin içində olmusan sözüm üstə. Mən sənə baş əymişəm qarşında dizim üstə. Bayraqların içində ey mənim vəsf etdiyim şeirlərin bayrağı, qəzəllərin bayrağı. Ey uğrunda şərəflə şəhadətə getdiyim bayraqların gözəli, gözəllərin bayrağı. Gör sənin sancıldığın neçə kənd var, şəhər var. Zəfər varsa sən varsan, sən varsansa zəfər var. Ürəkdə can da sənsən, Azərbaycan da sənsən, balaca otağında böyük cahan da sənsən, balaca otağında böyük cahan da sənsən. Çox gözəl. Təşəkkür Təşəkkür edirəm həqiqətən gözəl məlumata görə. Maraqlı söhbətinizə görə təşəkkür edirəm sizə. Gözəl şeirə görə. Siz onda çox gözəl. Sufi papağıdır. Sufilərin xəlvətlik cəryanının nümayəndələri zamanında burada olublar. Onunla əlaqədar onların geyimləri belə olub, yəni. Sufizmin çox qolları var. Onlardan biri də xəlvətlidir. Xəlvətliyi də Şamaxıda Pir Ömər xəlvətidən başlayır. Və o xətt gəlir buradan keçir. Osmanlıda, Şimali Afrikada, yəni bu cəryanın çoxlu nümayəndələri olub bu təriqətin. Xəlvətliyin də mahiyyəti odur ki, onlar xəlvətə çəkilirdilər, mağaralarda, dağlarda zikr edirdilər, dua edirdilər. Bu onun papağıdır, sufinin papağıdır. Buna tac şərif deyirlər. Bu da paltarıdır. Əbası. Bunu xüsusi olaraq sufilərin geyimi var idi. Dərə yunundan hazırlayırdılar. Xirqə deyirdilər ona. Bu xirqədə onun dərisin, bədənin narahat etdikcə bu başlayırdı Allah'a yada salmağa, dua etməyə, zikr etməyə. Çox da mənası. Bəli. Biz məsələn böyük şairimiz Məhəmməd Füzulidə o məşhur qəzəlində rast gəlir ki, pəmbəyi dağı cünun içrə nihandır bədənim. Diri olduqca libasım budur ölsəm kəfəni. Bunlar o qədər Allah aşiqləri olurdular ki, dünyada nə var hamısını unudurdular. Tərk dünya olurdular, belə tərk dünya olurdular. Və kənardan da baxanda elə zənn eləyirlər ki, məsələn bu dəlidir. Dəlini də aparıb onun sinirlərini ayırtmaqdan ötürü dağ vururlar axı. Bəli. Hə, o dağlardan bədən o qədər yanır, damğalanır ki, yəni o pambıq onun bədənin örtüb. Diri olanda libasıdır onun, öləndə də kəfənidir. Çox dərin mənə. Çox dərin mənası var. Oy. Düzüm, mən nə qədər səlahiyyət çata bilmirəm buna. Amma xoşdur. Bunu Gözəl. uzun anlamaq özü böyük bir Qoy. mənəviyyatdır. Nə qədər səlahiyyətim çatır dediniz. Bəli. Özünüz haqqında. Çünki bunun yükü ağırdır həqiqətən. Məqamı başqadır. Hətta o geyimə mən toxundum. Əslində o bəlkə də bir çox adam o toxunmaq üçün nə böyük mənəviyyatı var ki, Mərhələlər keçir. bəli, bəli. bəli, çox mərhələlər keçir. Özdə sufizmin qolları ayrı-ayrı qolları var. Hər məsələn təriqətin o qollarının özünün öz geyim forması olub. Məsələn bu Tac-ı Şərifin deyək ki, xəlvətlərdə forması bu cürdürsə, o birilərdə başqa cür olur. Hərəsində özünə məxsus olub. Yəni, bu da bir simvolik məna daşıyır. Bir sözlə deyim ki, bu xirqənin, bu sufi dərviş paltarının elə deyək də kameraya təqdimatı ilk dəfə sizdə oldu. Yəni çox kanallara müsahibə vermişik, amma indi üst-üstə gəldi, fikrimiz təbii alındı. Çox gözəl. Təşəkkür edirəm. Sağ olun.
Bu sufi hücrələrindən biridir. Ölçü etibarı ilə kiçikdir. O birilər buna nisbətən biraz böyükdür. Deməli, onlar dərvişlər bir məqama çatandan sonra o bir mağaraya keçirmiş. Yəni hər mağaranın bir dərəcəsi var imiş. Bu mənada burada deyək ki, bir nəfər oturub zikr eləyirsə, o birisində 3 nəfər, 5 nəfər. Yəni onların həm toplu şəkildə zikr etdiyi vaxtlar olub, həm də ayrı-ayrılıqda xəlvətə çəkildiyi vaxtlar olub. Çox maraqlı mağaradır. Bu hissəyə fikir verin. Görürsünüz, burada bir xüsusi oyğu var. Bu şamdandır. Şam qoymağa yerdir. O vaxtın şamları da keçi peyindən filan hazırlanırmış. Ondan qoyurlarmış ki, gecələr işıqlandırsınlar. Bu mağara Diri Baba türbəsinin ətrafındakı mağaralardan biridir. Orada saxlanc yeri var. 1-2 metr dərinliyindədir. Həmin o saxlanc yerində həm suların, ərzaqların saxlayırlarmış, həm də bəzi yanaşmaya görə onun özü də bir növ xəlvət içində xəlvət olub. İnzivaya çəkilmək üçün mağaraya çəkilib, hələ bir də orada özün təkliyə məhkum eləyirmiş. Yəni belə bir yanaşma da var. Diri Baba türbəsinin çox səyyahları, çox qonaqları olub. Məsələn, 1636-cı ildə məşhur Alman səyyahı Adam Oliari burada olub. Adam Oliari bura haqqında həm rəsmlər, qravürlər çəkib, həm də bura haqqında qeydlər götürüb. 1647-ci ildə məşhur Osmanlı səyyahı Evliya Çələbi burada olub. Evliya Çələbi səyahətnamə əsərində Diri Baba türbəsi haqqında geniş yazır. Hətta o çürüməyən bədəni, şeyxin çürüməyən bədənini öz gözləri ilə gördüyünü vurğulayır. Deyir ki, mən yaxınlaşanda baş mağaranın divarına söykənir vəziyyətdə üzü qibləyə olduğu kimi qalmışdı. Saç saqqal, nurani, hətta deyir hücrədən xoş qoxu gəlirdi. Və 1703-cü ildə Holland səyyahı Cornelius de Bruyn burada olub. O buranı Seyyid İbrahim türbəsi adlandırıb. Amma ondan əvvəl olan Adam Oliari buranı Diri Baba türbəsi adlandırır. 1861-ci ildə Rusların elmi ekspedisiyası burada olub. Akademik Dorun, Akademik Bartolomey, hətta Akademik Dorun buranın daş kitabəsini aparıb. 2 mərtəbə arasında naxışlı yer var hal-hazırda. Həmin o yerdə daş kitabı olub. Onu Akademik Dorun aparıb. 1875-ci ildə onun fondu yanıb, daş kitabə itibata düşüb. Lakin 1965-ci ildə bizim tarixçi araşdırmaçı Məşəd xanım Nemət Sankt-Peterburqda Ermitaj muzeyində həmin daş kitabıya rast gəlir. Daş kitabənin surətinə rast gəlir daha doğrusu. Onun surətini çəkib gətirir. Məhz orada yazılır ki, Şirvanşah Şeyx İbrahim Xəlilullah tərəfindən Hicri 805-ci ildə tikildi və s. Yəni bu şəkildə qeydlər yazılır. Dağın içi də çox sərin. Maraqlı tərəflərdən biri də odur ki, yayda sərin olur, abidənin özü də içəridə hücrə. Yayda sərin olur, qışda görürsən ki, istidir. Çox gözəl. Təşəkkür edirik. Siz sağ olun, var olun.
çəkiliş bitdi. Piri babamızın ziyarət elədik. Çox gözəl Allah keçdi. hamını arzusuna çatdırsın, biz də onların içində. Amin. Ziyarətimizi Allah qəbul eləsin. Çox gözəl həmsöhbət oldu. Çox maraqlı video alındı Mən əslində. inanıram ki, bu vloqumuz çox xoşunuza gələcək. Maarifləndirici bir Həm də vloqdur. ilk yerlər oldu ki, heç kim çəkmir belə ki buraları. Buraları Yəni deyəndə ki, ilklər oldu da, belə deyək. Bəli, içində çox İlklər oldu. ilklər oldu. Maraqlı oldu və fikirləriniz həqiqətən bizə çox maraqlıdır. Hələlik. Siz bu firdə olmusunuz. Olmamısınızsa mütləq gəlin.